rəhbəri, əziz bacım, Pərvanə xanıma öz təşəkkürünü bildirəm ki, bugün dəyərli ziyalıları bir araya topladı və bizim Azərbaycan ordusunun əskərləri və zabit heyəti ilə biz görüşdük. Çox gözəl bir günlər yaşayırıq, zəfər günləri ərəfəsindəyik. Mən hər zaman demişəm ki, biz qürurlu bir xalqıq və gözəl bir nəslin nümayəndəsi olaraq biz qalibiyyət tariximizi canlı yaşadıq. Bu, hər bir nəslə nəsib olmayan bir qalibiyyət tarixidir ki, bunu biz yaşadıq. Yaşasın Azərbaycan ordusu, yaşasın Azərbaycan xalqı, yaşasın möhtərəm Ali Baş Komandan. Mən həm də bugün bizim televiziya və radio işçilərinin günüdür. Jurnalist peşəsi mənim həyat analımdır. Mən hətta həmişə demişəm ki, özümü televiziya və radiosuz təsəvvür edə bilmirəm. Və hər zaman da fəaliyyətə başladığım gündən bu günə qədər və davamla etdirəcəm. Hər zaman şəhidlərdən materiallar yazanda deyirdim ki, sonda o gün olsun biz Qarabağımızı geri qaytaraq. Şükür Allaha, artıq biz o Qarabağımızı geri qaytardıq. Qarabağ Azərbaycan'da yaşasın.